Bir hədisdə müttəqilərin imamı mübarək bir kəlamında buyurur ki, elm çox oxumaqla, çox öyrənməklə əldə olunmaz. Elm bir nurdur ki, Allah onu istədiyi şəxsin qəlbinə ilham edər, qəlbində yerləşdirər. Hədisi təhlil edən alimlərin gəldiyi qənaət bundan ibarətdir ki, bu kimi elmlərin əldə edilməsinin meyarı yalnız və yalnız təfəkkür etməklədir. Hədis açıq-aşkar göstərir ki, çoxlu oxumaq, çoxlu mütaliə etmək alim olmağa, elm əldə etməyə səbəb ola bilməz. Əlbəttə ki, bunun da müəyyən mərhələdə öz yeri vardır. İmamın buyurduğundan bunu əldə edirik ki, bir çox elmlər məhz bizim təfəkkürümüz, Allah və onun qüdrəti, onun nişanələri haqqında düşünməyimiz sayəsində əldə edilməkdədir. Və ya İmam Cəfər-i Sadiq əleyhissalam bütün ibadətləri tərəzinin bir gözünə qoyur, digər bir gözünə isə Allah və onun qüdrəti haqqında düşünməyi daha üstün tutaraq buyurur ki, ən üstün ibadət uca Allah və onun qüdrəti haqqında düşünməkdir. Deməli, bu hədis onu göstərir ki, ibadətlər içərisində ən üstünü heç şübhə yoxdur ki, təfəkkür etməyimizdir. Hədisi Məhəmməd ibn Yaqub Əl-Kuleyni Usul-i Kafi əsərində nəql etmişdir. Deməli, buradan biz onu anlamış, başa düşmüş oluruq ki, təfəkkürün insan ruhuna, insan mənəviyyatına müstəsna təsiri vardır. Əgər diqqət etmisinizsə, bəzən insan ruhi halı ilə, xüsusi ilə də gecə ibadətlərində, özəl nafilə ibadətlərdə təfəkkürlə etdiyi, mənəviyyatla etdiyi ibadət onun ruhuna necə müsbət təsir edir. Amma bəzən görürsən ki, təfəkkürün zəif olduğu və yaxud diqqətini yayındıran bir yerdə etdiyin ibadət nə qədər rükû və səcdələrini, dua və zikirləri uzun etsən belə, sənin mənəviyyatına, sənin ruhuna, psixologiyana elə də təsirli olmur.